getməkcə maddəsi ehtram olunur. Siz bizim əsasımızı qoruyursunuz. Hərbiçilər bizi düşməndən qoruyur. Biz isə prezident təlimatını yerinə yetiririk. Prezident təlimatını yerinə yetirən müəllimlər əlbəttə ki, hər bir zaman meydanda sözünü deməyə haqlıdır. Sözümüzü deyəcəyik. Bizi heç kim heç yerdən apara bilməz. Çünki prezidentim özü deyir, ay millət, deyirmi cəsarət olun? Bəli, bəli. Deyirmi ictimai nəzarət prinsipinin aktivisti olun? Bəli, bəli. Deyirmi məmurların iyrənci simasını aşkar edin? Bəli. Biz aşkar edirik və biz prezident təlimatını yerinə yetirərək. Ona güvənərək buradayıq. Ona güvənirik. Ona güvənərək körpəsiyle buradadır. Körpəsiyle. Baxın, sabahın əskəri deyir, lazım olanda Adil Kərimli gidəcək sənin ailəni qoruyur. Sən arvadın gizlənəcək və ya sən özün gizlənəcəksən. Biz buradayıq. Biz çəkinməyəcəyik. Biz çəkilməyəcəyik. Gəncədən Günay Məmmədova gəlibsə, prezidentle görüşməmiş bu meydandan getməyəcəyik. Vəssalam. Biz getməyəcəyik. Bir yumruq alıb səsimizi sizə çatdıracağıq. Məqsədimiz, amalımız budur. Məqsədimizə çatmayacağım bu döyüşdən dala çəkilməyəcək. Biz alqışlar. Biz Nurayna xanımız geldi. Hoş geldiniz. Verin ben çək də orada böyle göstər. Gəncə şəhərində Saluşun Uşaq Musiqi Məktəbinə həmkarlarıma dəstək üçün gəlmişəm. Ay bundan öncə bu imtahan proqramı tərtib oluna vurğuladım. Bu imtahanın genişliyi deyil. Bilavasitə mərdilərin, qadınların, kişilərin işsiz qalması. Onsuz da Azərbaycanda iqtisadi sosial vəziyyət o qədər ağırdır ki, insanlar çox çətinliklə bugündən sabaha yaşayır, ayın axır maaşı gözləyir. Eyni zamanda bax, burada olan müəllimlərin çörəyi əlindən alınması nə qədər düzgündür. Baxın, ananın yanında balası gəlir. Bu oğul Azərbaycan bayrağını qoruyan oğuldur. Ay məmur Adil Kərimli, sən isə evində gizlənərək evladını Dubaydan digər yerdə gəzdirən məmur, sən hansı haqla bu ananın çörəyindən olursan, sən hansı haqla bu qadınları yararsız damğası zədəliysən, biz getməyəcəyik. Bu meydan bizim meydandır. Prezidentimiz vurğuluyor ki, cəsarətli olun, xalq cəsarətli. Prezidentimiz vurğuluyor ki, məmurların ictimai nəzarət prinsipinin aktivisti olun. Aktivist! Prezidentimiz deyir, məmurların iyrənci simasını aşkar edin. Aşkar edirik. Məmurlar, çox sayda məmurlar, mən hər bir zaman öz səhifəm deyirəm ki, biz görəsən hansı